Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Uşaqlar, zamanlara aid bəzi qeydlər deyəcəm. Feilin zamanlarına aid. Hissəciklərlə zamanları bəzən qarışdırırıq. Amma gəlin belə yadımızda saxlayaq ki, feilin kökünə, başlanğıc formasına, zaman şəkilçiləri birinci qoşular, hissəciklər qoşula bilməz. Deməli, bir feildə də bir zaman olacaq. Ona görə kökə, başlanğıc formaya hansı zaman şəkilçisi birinci qoşulubsa, feil həmin zamanda olacaq. Məsələn, tutaq ki, oxuyurdu, oxuyurdu. Bu feildə ki, zaman şəkilçisinə oxşar şəkilçi var. Yəni, ümumiyyətlə, zaman oxşayar. Biz nə biləcəyik ki, bu hansı zamandadır? Feilin kökünə birinci hansı zaman qoşulubsa, feil həmin zamanda olacaq. Deməli, bu feilimiz indiki zamandadır. Bir feildə də bir zaman olar. Buradakı du nə olacaq? Buradakı du idi hissəciyinin qısaldılmışıdır. Və ya uşaqlar, d üstü 4 həm keçmiş zaman olar, həm də idi hissəciyi olar. Bunu fərqləndirmək üçün sözdə d-nı götürürük, sadəcə götürdüyümüz yerə maq əlavə edəcəyik. Əgər əlavə edə bilsək, o zaman d üstü 4 olur zaman. Məsələn, tutaq ki, yazıldı. Götürürük, yerinə qoyuruq. Daha başqa heç bir şey eləmirik. Yazmaq, yazılmaq, yazıldı. D-nı götürək, yerinə yazılmaq yazaq. Deməli, həm də başlanğıc formaya birbaşa qoşulubsa, d olacaq nə? Zaman. İndi bu feil hansı zamandadır? Şühudi keçmiş zamandadır. Ancaq hissəci olanda, məsələn, tutaq yazaq ki, danışardı. Hissəci olanda d-nı götürüb yerinə maqmək yaza bilməyəcək. Danışarmaq deyə bilərəm? Xeyr. Deməli, burada ar zamandır. Bu zaman ar olacaq zaman. Şühudi keçmiş zamanda deyil bu. Bu qeyri-qəti gələcək zamandadır. Buradakı d idi hissəcikdir. Hissəciklər də qrammatik şəkilçidir, zaman şəkilçiləri kimi. Sadəcə feilin kökünə birinci hansı zaman qoşulubsa, feil həmin zamandadır. Yadınızda qalsın ki, qrammatik şəkilçilərdən bir dənə inkar şəkilçisi maqmək məstəri qəbul edə bilir. Yerdə qalan heç bir qrammatik şəkilçi feildə ümumiyyətlə məstəri qəbul edə bilməz. Yəni, yadda qalsın ki, ır üstü 4-dür, ar ərdir. Biz bunların üstünə maqmək gətirə bilməsək, bilin ki, bunlar zaman şəkilçiləridir. Zaman. Yox, onların üstünə ar ər şəkilçisinin üstünə, ırın üstünə biz maqmək gətirə bilsək, bilin ki, oradakı ar leksikdir, zaman deyil. Yadda saxlayırsınız bunu. Bu d ilə bağlı. Sonra uşaqlar, mış üstü 4. Bir də xəttimi qəşəng eləyim. Mış üstü 4 imiş hissəciyinin də qısaldılmış ola bilər. Bu nəqli keçmiş zamanda ola bilər. Biz bunun fərqini necə biləcəyik? Yenə də feilin kökünə birinci zaman şəkilçisi qoşulubsa, yəni mış qoşulubsa zamandır. Götürək və ya mışı götürüb götürdüyümüz sırf yerinə maqmək əlavə edə bilsək, o zaman mış orada olur zaman. Məsələn, yazaq ki, danışmışdı. Deməli, birinci hansı zaman gəlib? Kökə nə qoşulub? Mış. Mış da nə idi? Nəqli keçmiş zaman. Və mışı götürək yerinə maq yazaq. Danışmaq. Daha buradan o tərəfə artırmırıq. Nəyə götürdüksə ora qədər artıracaq. Danışmaq deyə bilirəm. Həm də kökə birbaşa nə qoşulubmuş? Və ya danışmışmaq olar? Yox. Qəbul etmədisə, deməli, qrammatik şəkilçidir. Qrammatikdirsə zamandır. Bəs bu d nədir? Bu idi hissəciyidir. İdi hissəci olacaq. Və ya məsələn, tutaq ki, gələrmiş, gələcəkmiş. Gələcəkmiş sözündə birinci olacaq. Gəl sözün kökü acaq zamanmış imiş hissəci. Gələcəkmək olmaz ki, deməli imiş hissəciyidir. Və ya kökə nə qoşulub birinci? Acaq əcək. Uşaqlar, indi uşaqlar, bu sasə şəkilçisi ola bilir şərt və ola bilir isə hissəciyinin qısaldılmışı. Yenə də şərt şəkilçisi olanda feilin kökünə başlanğıc formasına birbaşa qoşulacaq. Əks halda
digər qrammatik şəkillərdən sonra gələcək. Və yenə də bu qaydanı burada da edəcəyik. Sasəni götürəcəyik sözdə. Götürdüyümüz yerə maqmək əlavə edəcəyik, məstər əlavə edəcəyik. Əlavə edə bilirsə, orada sa olur şərt. Yəni alınacaqsa olacaq şərt. Məsələn tutaq ki, yasa. Götürək, sanı götürək, maq yazaq. Həm də kökə birbaşa qoşulub. Deməli bu nə imiş? Şərt imiş. Yazmaq deyə bilirəm. Amma yazarsa sözündə yazını yazarsa. Məsələn deyək ki, yazını yazarsa. Burada yazarmaq olmaz. Həm də burada nə imiş? Zaman gəlib. Zaman gəlirsə, zaman varsa həmin feil olur xəbər şəklində. Bu da olur isə hissəci. Yazar isə hissəci olacaq. Yəni sanı götürdünüz, yerinə maq qoydunuz, olacaq şərt. Qoya bilmədiniz, olacaq isə hissəci. Digər qrammatiklərdən sonra, digər şəkillərdən sonra gələn olur isə hissəci. Məsələn, tutaq ki, yazaq ki, oxumalıdırsa. Baxın, vacibdirsə, daha bu şərt ola bilməz. Yəni, bir feildə bir şəkil olar, düzdürmü? Bir feildə iki şəkil ola bilməz. Malı məli varsa, vacib şəklindədir. Və yaxud oxuyasıdırsa, əsə varsa, lazım şəklindədir. Sonra uşaqlar, bu məsələn, tutaq ki, yazaq feilini. Bu yazaq feilinin sonu aqla bitir deyə biz bunu bir dəfə belə təhlil edə bilərik, bir dəfə belə olanda olacaq əmr şəklində, çünki şəxs sonluğu birbaşa qoşulacaq. Bir də yaz, yaza, yazaq. Belə də ayıranda olacaq arzu şəklində. Yəni, burada A olur arzu şəklinin şəkilçisi. Cümlədə olanda nə edəcəyik? Arzu şəkli olanda ədatlarından olmalıdır. Kar, gərək, təki, barı, arzu ədatlarından olmalıdır. Əgər bunlardan hər hansı biri varsa, feildə də aq, əq şəkilçisi varsa, o zaman arzu şəkli götürəcəyik. Məsələn, deyək ki, kar, dərs, oxuyaq. Baxıram ki, feildə aq şəkilçisi var, cümlədə arzu ədatı var. O zaman mən bunu arzu şəklində götürəcəm. Yox, əgər cümlədə bunlardan hər hansı biri yoxdursa, feildə əmr yəni aq şəkilçisi varsa, aq üstü 2 varsa, o zaman biz onu əmr şəklində götürəcəyik. Məsələn, götürəcəyik, yazaq ki, dərs oxuyaq. Bu zaman biz bunu oxuyaq. Aq bütövlükdə şəxs sonluğu olacaq və bu olacaq əmr şəkli. Və ya əmr ədatlarından gəl, bax, nə bilim, qoy və s. Bunlardan da ola bilər. Yəni, fərqləndirmək üçün bunlara baxa bilərik. Ümumiyyətlə, məsələn, yataq sözünü 3 cür təhlil etmək olar. Yataq bir əmr şəklində belə ola bilər. Aqla bitənlər təhlil etmək olur. Sonra yataq sözünü biz arzu şəklində kök və 2 qrammatik kimi təhlil edə bilərik. Yataq sözünü biz düzəltmə isim kimi təhlil edə bilərik. Yatmaqdan yataq, düzəltmə isim, feildən isim. Yəni, aqla bitənlərdə, aq, əqlə bitənlərdə diqqətli olmalısınız. 2 cür, 3 cür təhlil edə bilərik. Bir də uşaqlar, məsələn, kar, tutaq ki, yazıram ki, kar, oxusunlar. Burada kaş arzu ədatını görüb, elə bilməyin ki, bu feil arzu şəklindədir. Arzu şəklinin şəkilçisi nə idi? A, ə, bir də ya. Düzdür? Biz bunları nə etməliyik? Bu şəkilçiləri feildə görməliyik. Görmürük axı. Burada nə olacaq? Əmr şəkli. Mütləq. Yəni, arzu ədatı varsa, gərək mütləq feildə də arzu şəkli olsun. Bu hansı şəkildədir? Əmr şəkli. Çünki kökə birbaşa şəxs sonluğu qoşulub deyə olacaq əmr şəklində. Və ya təki, gəlim. Burada da təki var deyə arzu şəkli deyil ki, gəl sözün kökü im şəxs sonluğu. Bu da olacaq əmr şəklində. Yəni, mütləq feildə arzu şəkli, ümumiyyətlə şəkillərin şəkilçisi olmalıydı. Bununla da bağlı demişdim ki, malı üstü 2, ası əsi. Biz bunları nə edirdik?
Əgər bunlar hansı suala cavab verirsə, ismin önündə gəlibsə, bunlar feili sifətdir. Yəni vacib, sonra lazım deyil. Məsələn, deyiləsi söz. Necə söz? Deyiləsi söz. Burada nə olacaq? Demək, deyilmək, deyiləsi söz. Bu olacaq feili sifət. Və ya yazılmalı əsər. Necə əsər? Yazılmalı əsər. Burada nə olacaq? Burada da feili sifətdir. Amma məsələn, əsər yazılmalıdır, söz deyiləsidir. Nə ediləsidir? Burada olacaq lazım şəkli. Sonra uşaqlar zaman deyəndə məsələn ıb+4. ıb+4 feili bağlamada da var. Bu şəkilçi nəqli keçmiş zamanda da var. Əgər biz ıb ara gərəklə əvəz edə bilsək, olacaq feili bağlama. Məsələn, baxıb danışırdı. Baxıb danışırdı, olacaq hansı? Baxaraq, araqla əvəz edə bilirəmsə, baxaraq danışırdı. Və bu danış sözün kökü danışırdı. Bu olacaq, indiki zamanda da olacaq hissəcik. Gəlin bir-iki nümunə deyək. Məsələn, tutaq ki, inkarda verək. Məsələn, yatmazdı. Yatmazdı sözü hansı zamandadır? Yat sözün kökü inkar az zamandı idi hissəcik. Hansı zaman oldu? Çevirin inkardan təsdiqə. Yatardı. Yat sözün kökü ar qeyri qəti gələcək zaman d idi hissəcik. Birinci hansı zaman gəlibsə, həmin zamanda olmalıdır. Qeyri qəti gələcək zamanda rızı əvəzlənməsi o və yaxud ikinci şəxsdə rızı əvəzlənməsi baş verər. M-dakı inkar olar. Və yaxud məsələn gülməzlər. Gülməzlər. Yenə inkarı. Gül sözün kökü inkar əz zaman lər şəxsonluğu. İndiki zaman inkarında da saitini itirəcək. Məsələn, gəl sözün kökü inkar ir zaman. Gəlir. Belə çevirsəz, görəcəksiniz ki, nə var? Gəlir olacaq. Bir də şəkillərdə buna diqqət edin. Məsələn, şərt şəkli deyəndə siz bunu varsa, tutaq ki, həkim deyirsə, siz bunlarda şərt şəkli var deyə bilməzsiniz. Axı, heç bunlar feil deyil. Şəkildə olar. Yəni, feildə olar şəkil. Bu şəkil, məsələn, var, həkim, isim deyil. İsimdir daha doğrusu. Var predikativ sözdür. Həkim isimdir. Bunlarda şərt ola bilməz axı. Deməli, bunlara diqqət edirsiniz uşaqlar. Bir feildə bir zaman olar, bir feildə bir şəkil olar. Feilin kökünə birinci hansı zaman qoşulubsa, feil həmin zamanda olacaq. Yenə deyirəm, d-nı götürüb, mışı götürüb, yerinə maq yaza bilsəz zamandır, yaza bilməsəz hissəcikdir. Hər kəsə uğurlar.